şikayət edən adamlar var. Onlar Allahın bütün düzənini xarab edən adamlardır. Səhv təsəvvür formalaşdırırlar. Başqalarını da xarab edirlər o adamlar. Allah bir dənə düzən qurub ki, onun müəyyən yerlərində sən səbr eləyib, səbirdən ləzzət alıb keyf eləməliydin. Bu düzən özü qurub. Bu gəlir Allahın işini xarab eləyir. Gəlir başlayır çətinlikdən gileylənməyə, Allahın ona görə xoşu gəlmir ki, ay balam, mənim elə bunu özüm belə eləmişdim ki, sənin ləzzətin bu çətinliklərdədir. Sən də gəldin bundan başladın şikayətlənməyə. Ona görə Səbə surəsində buyurur ki, qiyamətdə, bax belə deyir, həl nucazi illəl kəfur, deyir, biz naşükürdən başqasını cəzalandıracaq yəni. Yəni qiyamətdə ancaq səbr eləməyənləri cəzalandıracaq. Bundan artıq nə deyim, bəlkə olardı ki, bugün buradan düşüm deyim, bəhs tamamlandı. Biz məyər qiyamətdə şükür eləməyənlərdən